Hamınıza salam dostlar, nətərsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün sizlərlə birlikdə Free Fire videosu ilə qarşınızdayım. Evdən bunu otaq yanımdan saçdım, qəbul edim. Olmuyor belə şey, mən video başlayan üçün Free Fire'dan belə bildiriş gəldi. Dırıdırı nərəm, baxın. Baxın bu. Dırıdırı nərə, yəqin sizə bax. Keçən videonun başlanğıcında da elə olmuş deyə. Səs dili yüksək gəlir, evdəkilər bir narazı qalır. Nəsə dostlar, bugünkü videomuzun amacı BR kasmaqdır, BR. Deyə bilərsiniz kanalın adını nə olub? Kanalın adı dostlar Kaos FF-dir. Amma kanalımın altındakı ona istifadəçi adı Azad Bılsızad. Onu mən çaşıb qoymuşdum. Başım qarışmışdı. Az Kaos qoyacaqdım. Azad FF qoymaq istədim birinci. Sonra çaşıb Azad Bılsı qoymuşam. Sonra dedim Kaos FF qoyum. Gördüm də nə görüm. Mən Azad Bılsı qoymuşam. Kaos FF qoymaq üçün 14 gün gecəməliyəm. 14 gündən sonra ya da mayın 30-udur. Yəni mayın 30-unda da yəni kısa PSG Arsenal oyunun oyunu günü adımın altındakı istifadəçi adını dəyişəcəm. Amma əsl adımız yenə düşüyor Kaos FF yazılır əsl adda. Nəysə. Bugün dostlar görürüm ayın 16-sıdır, mən sizə demişdim 15-ci, yəni internetə vurub düzələcək. Düzəlibdir gördüyünüz kimi, yaşıl olsa yəni narahat olmayın. Çünki mən ən pis otaqdayam, baxın bir ulduz, bir ağ xətt. Ən pis otaqdayam deyə, yəni bəzən qatıqlaya bilər. Yəni ən yaxşı otaqda çox yaxşıdır. Ona da geçsəm orada çox adam var. Saat 8:15, səhər saat 9-a işləyir. Bizdə evdə hamı tezdən durur, ona görə zala gedəndə video çəkəmirəm də. Video çəkəndə zalda bəzən çəkirəm. Bir şey yox. Və dostlar, mən dünənlərin bunu aldım, sizə bildirmək istəyirəm. Bu alqın dəsənini aldım. Özsə, mən o günkü videoda bunu təkdə çıxartmışdım. Video deyil, təkdə özüm çıxarmışdım. Kaş dedim videoda paylaşardım. Özdə ki, dostlar, bizim kanalımızın yeni kombini belədir. Sizə nətərdir? Mən də çox bomba kombindir. Əslində paltar belə deyil, paltar belə deyil. Paltarı fışçilənmək istəyirəm. Çünki bu günlük paltardır. Bunu başlamıraq. Ya bunu qoymaq istəyirəm. Yox, bu o qədər nəsə bəyənmədim. Buna baxaq. Amma həbsxana da bomba gedər də. Həbsxananı qoymaq istəyirəm. Və həbsxananı qoyaq. Həbsxananı qoyaq elə. Bir dənə belə daha zordur. Paltarını verəmişsən, yeni kombimiz. Əvvəlki kombimiz bildiyiniz kimi yəqin. Bir dənə sarı saç. Gözü boş buraxırdı. Yox, ya maskanı boş buraxırdıq. Gözü qara. Bu belə idi, bu da belə, bu da belə. Amma indiki yeni kombimiz belədir və burada Kaos profilli bir dənə adam var. Bəhruz. Elə bunu Bəhruz yazılır. Bəhruz. O Instagramda deyər takipçimdə nə vaxt oynayırsam, maddə tatı verir. Nə vaxt mən oynayırsam oyununu görürəm deyəsən, həyatı bravo Free Fire-də mənim. Mən yəni ancaq Free Fire inanmıram da gündə Brawl Stars-a girəm. Amma dünənlərin mən heç bir oyuna girmədim. Dünən ancaq dərs edirdim. Yəni dünən Free Fire-a axşam girdim. 20 dəqiqə kastımda, yəni nə kaza biləcəyimsə. Bugünkü videoda bunu alacağıq. Və bunu da almaq istəyirəm. 2 dəfə heç oynayıq. Gəlin bəlkə deyirəm. Ya da yox, lazımdır, onu ayrıca eləyərəm. Gəlin dostlar. Veroni bezimiz elmas birliği. Amma dostla oynayaq. O İsmailzadəni düz neçə günlük oyunda görmürəm. Yəni axırıncı dəfə baxanda 30 gündən plus görmüşdüm. Bundan mən çünki nə qədər beri oynamışam. Baxın, bayaq pasları tamamlanmayıb. Nə qədər beri oynamışam bu qaqaşının. Yəni yay vaxtında ona görə. Biraz Azərbaycanlıdır, amma belə tanışım zadım deyil, yad adam deyən belə tanımıram. Oyundan tapdım bir adamdır. Təkcə oyunda dost olmuşduq ondan. Baxın profilimizə kimlər baxıb, bu Elmar kimdir? DSA Elmar. Nəysə, kimsə baxıb profilimizə. Bazar edir, o qraşı demişdim mən sizə. Hədə başımı bıraxıb, ziyan var onun. Bunu belirləmişəm dostlar. YouTube bu FF40 deməkdir, yəni sarı rəng boyamışam buranı.
KSF bu da UMP-yin, yəni UMP əsas, yəni demək istəyirəm, sevdiyim silah, əsas oynadığım güclüm silah UMP ilə demək istəyirəm hamıya. Bu dostlar, bu son zamanlar YouTube-a, TikTok demirəm, YouTube platformasında Free Fire videosu üçün çox az nəfər görürəm, nətər. Yəni çox biraz kanalları məşhur olan YouTuberların, başqa Free Fire YouTuberları, istəyir məşhur olası Free Fire YouTuberları videoları gec atılır, nətər. 2-3 həftədən bir video atırlar, amma mən hər gün atıram video, hər gün Free Fire video, yəni hazırlıqlarım çoxlu ola videolar atıram. 3 hazırlığım var, bir atıram. Və gələn illərin 5 hazırlığım olacaq. Onu da bilməm nətər atacaq, ayıb ya. Amma mən bel sumkası belə oynayanda oynayamıram, belimdə sumka olanda. Yəni alışmamışam. Bunu dəyişəm. İnternetin ən pis oldu otaqda. Yəni internetin belə işləməyinə şükür yenə də. Bu da normal, məncə normal, çünki hələ pul yeni vurdu. Pul yeni vurulana daha yaxşı işləməlidir də iki başlarda. İstəyək bayrağı versinlər bizə. Düşürtdülər özləri. Amma yenə də sumka yaxşıdır. Belimizdəki var. Mən yenə də sumka ilə qaq oynayamıram. Həmişə baxın, bu hangara düşürük videolarda. Gəlin bir dəfə bura düşürük. Mən nədirsə, bax, özüm tək oynayanda müxtəlif yerlərə düşürəm. Niyə həmişə video çəkəndə hangara düşürəm? Amma yəni qəribə gəldi. Getdik. Ya Allah'ım, hadi baxar görək nə başımız gəlir. İnşallah tez qasar. Qaqama şaşırdan bilsən nədir? Bu gün ayın 16-sıdır və mən hələ də BR-də elmas üçəm. Yəni bu mənə görə dünyanın ən pis şeyidir. Çünki mən BR-də prime vaxtımdan 1-2 günə qəhrəman olmuşam. Mən kaos vaxtınızda da görərsiniz. BR-də bir etistə 1-2-3 günə qəhrəman olurdum. Amma indi hələ BR-nin təzə mən 16-cı gündə qəhrəmanlanmamışam. Yəni biraz normaldır. Bu may ayında çünki mən oyunu 9 gün buraxdım. 7 gün oynadım. 7 günə də yəni platin 2-dən başladım. Yəni yaxşı da pis deyil. Tam deyəmərəm. Çünki mən o vaxtların platin 1-dən özümü eləyirdim, qəhrəman. Ona görə də yaxşı olub, pis olub. Tam deyəmərəm. Bax, biraz yavaş-yavaş qatıqlayır. İnternetin yoxşu yerə getdim. Zal yerə. Zalda da çəkmək istəmirəm. Zotladım çoxdur, millətin səsi götürür ətrafı. Öz orada danışamayacam. Yəni deyirlər ki, sən xiyarsan, özün danışırsan. Amma burada qalsın bu mobizin. Yəni heç də dostlar demək istəyirəm ki, mənə görə belə 2 dəfə belə keç. Etsə rahat kasıram. Rahat. Etsə o qədər də mənim üçün önəmli deyil. Amma belə yəni biraz zordur. Belə də dostlar, baxın, win qazanmaq falan filan önəmli deyəm, o qədər yox. Tutaq ki, siz boyaq qazandınız, amma skilliniz nə bilim sıfırdır. Onda birdir falan az çox azdır. Amma tutaq ki, siz belə də axırlara ya da ortalara qalırız, amma killiniz çoxdur. Onda yenə də boyaq qazandığınızdan daha çox verəcək. Yəni deməyəcəm, belə də o ki, killidir. Əsas adam öldürməkdir. Etsə də bildiyiniz kimi qazanmaq. Qazanırsan fisiolə. Aldın ulduzı və get yol var. Yavaş yazma ona. Belə dınq səs gələndə telefona yanımızda adam var deməkdir və adam onalı. O bilə.
Şey. Bunu da sonra ayarlarını eləmişim, yəni siz eləyərsiniz. Da ki, ətrafında falan adam olsa, belə titrət, ekran titrət, yəni məndə də elə olur. Bir dənə gözləyin. Hə, dostlar, gəldim. Yəqin TikTok işlədənlər hansısa bilər ki, seri belə şey var da. Sinir yoldaşımla da serimiz bizim 132-dir. Zat deyir ki, yaz 133 olsun. Ona görə yazdım. Oradan sıxılara bizim buradakı bu dümbələyə. Və dostlar, mən də narahat deyiləm Free Fire hesab cəhətdən. Free Fire hesabımın, yəni daha doğrusu bütün hesab, yəni Gmail çox təhlükəsiz eləmişəm. Yəni hər şey aktiv eləmişəm də təhlükəsizlik üçün, yəni hər şey var. Ona görə istəyirəm deməsəm siz eləyin. Elə bir dənə Gmail var. Bir Gmail qardaşımla mənim oynadığımız bütün oyunların hesabına bağlıdır. Ona görə bir dənə Gmaili mən öz canım kimi qoruyuram. Çünki bir Gmail o boyda düz 8 hesab bağlıdır. Yəni bircə dənə Gmailin nələrə bağlı olduğunu yəni təxmin edin də. Bir Gmail də qorumaq asandır olur. Asandır da belə çətin deyil. İnternetin yaşadığı yerdə biraz yavaş-yavaş dayanmışam ayaq üstündə də. Çünki adam var deyə. Ay bля. Как ayaq üstündə də mən oynayamıram oyunu. Da bu da yazır ancaq. Sən deyirəm. Siləsəm TikTok-u. Bu L2 Nur dibində düz canlandırma var ya qaqa. Ay qaqa. Ay dibində düz canlandırma var ya ayloq. Ay bля. Sən Allah bu kömək eləsin. Ay bля, kömək elə. Ay bu neyini? Öldürəmirsən, öldürmə də qaqa, mütləq öldürməlisən gərək. Bir var ki, yanından düz məni canlandırıb, sonra özünə təzələn yesən. Sən Allah yalvarım, ev divində var da. Ay şükür, amma o birisi kömək elədi. Ay, hə, o birisi kömək eləyib görsən. Bunlar sloxundan bir baxsın. İndi ki, bir o bir 4 nömrəyə kömək eləsən elə. 100-lərə sonra kömək eləyəcək. Yox, kömək eləmədi, elə getdi. Necə gəl, mən kömək eləyirəm. Gəl, kömək eləyim. Elədik dostumuza köməyi. Yəni dostlar, sizə bir sözə deyirəm, son bir həftə dözə bilərsiniz, yəni gələn həftəni. Nəyə görə? Çünki yəni mayın 23-nə qədər dözə bilərsiniz. Çünki mayın 23-dən də 4 hazırlığa gedirəm. 4 hazırlığın 3-ünü dayandıracağıq. Yəni 4 hazırlığın 4-ündən əslində 2-sini dayandırmışıq. 2-si qalıb az dili ilə ingilis dili. Az dili də gələn həftənin 6-cı gün dayanır. Qalır tək ingilis dili. İngilis dili ki, ayın axırı bitir və ingilis dili ən sevdiyim fəndir. Yəni rahat gedirəm. Öz o həftədə 2 dəfə deyə o qədər də narahat eləmir. Yəni gələn həftəni də gözləyin. Gələn həftəni artıq da kefdəyik də. Hər gün video təbii gələcək. Amma mən çöldə ki, futbol zad çox oynayacağam. Ona görə video yəni bəzən gəlməyə bilər. Bu gün 12 hazırlığım var. Biri gün or saat 12:30-da başlayıb 14:00-da bitir 2-də. Biri də axşam tərəfi 17:00-da, yəni 5-də başlayıb 19:00-da bitir. Yəni 7-də 2 saat. Ya da Azərbaycanda. Azərbaycan da qəşəngdir, maraqlıdır, amma xoşlamadığım səbəbi 2 saat çoxdur qaqa. 2 saat hazırlıq olar. Adamı çox yorur. 2 saat. Olmaz, ay bilə. Yaxşıdır işte, yoxum gəl. Nəsəbləşdirir elə bu şey. İnternetin yaxşı olduğu yerə də getmək istəyirəm. Orada elə tutur, belə bir yəni ağappaq tutur Wi-Fi işarəti və bircə dəfə də belə yaşıl olmur internet. Ona da çöldə külək əsməyə başlayır. Mən Bakıdayam deyə.
Yəni çöldə güclü külək əsir, nə var? İnşallah yenə nə bilim qışa zada girməliyik. Sevinirəm ki, yaya girdik. Aslında nəzərdə kömək eləmişim. Qabaqda falan kömək eləyəcəm. O yüzden yenə bu 4 nömrə Qazot Tibektinə də oydu. Qotabeki, Qotatepek, Qotakatek. Ay Sibil. Qası. Buradan cəmaət qırıb gedək. Bunlar bizi burada yaşatmayacaq. Sən alırsan. Allah buradan gedək. Gəlin bu işçisinə kömək edeyim. Ay bolya, ay bolya. Qaqa yaxşıyım, tamam. Arxadan sıxır, arxadan sana belə sağ-sol eləyə gedirəm. Ki, qoy başı qarşısın. Heç kimə sataşan deyiləm. Heç kimə sataşan deyiləm deyib, hamıya da sataşdım. Yəni, ən pis adama sataşdım. Ya dostlarım həyatdadır. Görürsünüz, mənə qolzaq getirsiniz. Pis başa düşməyim. Mən heç bilmədim nə deyirəm. Gəl bu qaqaşları xadiyaq, baxın. Baxın, gördünüz. Hansı peytaraq mənim leşimi çaldı. Bu çaldı, bu Allah qoçaqdı. Cındır bax, ayda, dinim söyüşünü nasıl söyləyək. Bəlkə görmə. Sən kimin leşini çalsın, qoduq. Arvad çıxartdı başı oradan. Abi bu da öldü. Ama qaqa mənim niyə öldürəcəyim adamları öldürürsək siz? Nə istəyirsiniz axı mənim adamlarımı? Hani hiss edirəm kimsə mənə qəflətən vurub öldürəcək. Bax, içimdə elə bir böyük hiss var. Mesela 2 nəfər qalmışıq. Bilirəm dostumuz bir poxa yaramayacaq. O qazata tektinə də o da özdə. Baba dedim də mən hiss edirəm. İndi öləcəm deyə. Ben bilirdim. Burada sağ qalma ehtimalım var mənim bu boyda nəfərin içərisində. Xərtən hamısı yığışıb bura. Sən də pox yəsən. Qotaka keçsəydi 3 dəfə canlayıb, 3 dəfə takım olaraq bəlkə də ümumi adam olaraq 3 dənə canlandırdı. Bir dəfə mən al 2-3 dəfə də dostumuz bir pox yaramırsan. 48 dəfə çox oldu. Ay bir dəqiqə mən elmas 3 oldum ki onda. 3050 istəyirdi. Oldum da elmas 3. Şükür ha. Oldum ha şükür. Qəşəng ailə videonun sonlarına yavaş-yavaş gələk. Dəqiqə, mən də bunu tamamladım deyə şey verəcək. Bunu eləsəm əgər bundan verəcək. Nə olar səndən get silah şeylə olmanı ver. Silah şey kartın. Ayzə bir. Amma hətta sıxısı rəngini almamışam. Qaqa. Yaman deyə bilərsiniz ki, nə bilim sən relaxsan, yarsan, nə bilim. Baxın, bu dərsdən elə də alamamışam. Nə olar bu videoda elə alaq. Ayzə bir də o da almadı. Nəysə alacaq. Ya inşallah alacaq. Neçə günə gedir? Bir dənə baxım. O hələ 38 gün var ya. Qəşəng belə bir şey də aldıq. Qəşəng belə bir şey daha aldıq. Bu nə də 34 mi? Ay zibil 34 mi nə demək istəyir görəsən? Hadi mən paltarı sabah alacağım. Bu içinə görə indi acərləsəm. Paltar da sabaha qalır qaqa bir.
Mən indicə bunu alacağım. 2 dəfə heç oynayım. Tamam, bu nədir bu yeni? Oy ürəyi zor da. Mən bunu düşünmüşəm. Bu daha yaxşıdır. Amma yenə də düşür. Yadıma indi düşdü buracağına. Bunlar belə eləyir. Bunu qoymuşam adam öldürmədə. Sizin nətər dostlar? Bir zaman dostlar bak paraşına kayka ehtiyac olmur. Çünki mən bunu almışam ya bununla da düşürəm amma yenə də paraşüt indi lazım olur bəzən. Nəysə dostlar, bugünkü videomuz bura qədər idi. Yəni çox yaxşı məncə video alındı, pis video alınmadı, bəlasız nə bilim bir şey olmadan yaxşı keçirdik. Videonun yəni sonuna gəldik. Özünüzə yaxşı baxın dostlar. Sonraki videolarda görüşərik. Və dostlar bir şey deyəcəkdim. Bir dənə tez videonun bağlanır. Mən YouTube edit atıb paylaşacağım amma old video çalışacağım olsun. Old bir dənə mahnı videosu. Və yeni yeni nəsil mahnılarını işlədib bir qoyacağım bir də köhnə nəsil. Amma köhnə mahnıları qoyanda izlənmə falan çox az olur amma yeni mahnılar qoyanda çox izlənir və çox gəlir. Nəysə dostlar, bugün videomuz bura qədər idi. Baxacağıq indi nətər olacaq edit. Sabahki videoda görüşənədək sağ olun. Görüşənədək.